sənin danışığın çox dört idi. Hə. Məndən bunu irad deyəndə bunu. Deyirəm ki, adam çox rahatdır da. Adam ütülü danışmır. Mikrofon da versən belə danışır. Çayxanada da oturanda belə danışır. Biznes görüşlərdə də, yəni aşağı-yuxarı biraz okey də, yəni tənzimləyir orada. Ki, orada da yuxarı. Çünki yəni o özgüvən göstəricilərindən biridir. Adamın təbiəti budur. Məsələn mən özüm də eləyirəm. Məsələn danışanda eləyəndə, yəni bilmirəm mentorluq eləyəndə, yəni bilmirəm hər hansı bir tədbirlərdə speaker kimi çıxış eləyəndə öz nitqim necədirsə, metaforam necədirsə, zarafatım necədirsə, oturuş qaydam elə danışıram. Çünki mən onda elə rahatam. Yəni, ütülü olanda adamı yuxu basır. Heç kim qulaq asmıram. Elədir. Mən belə deyim, mənə görə bu dil ünsiyyət vasitəsidir. Mən deyirəm ki, əsas məqsəd fokus olmalı ki, fikri nə qədər rahat və tez əks tərəfə izah edə bilərsən. Bir o. İkincisi o diqqət məsələsi. Mən onu yadımdadır 2015-ci ildə Rusiyada iMetrics bir konferensiya var idi. Web analitika üzrə. Avinash Koshik Hindistanlı bir qaqaşdır. Google-da işləyirdi analitika üzrə. Nəsə ora gəlib çıxış eləməyəm. Mən bir dənə o çıxışa $1500 3 saatlıq çıxışa qulaq asmaq üçün gəlmişəm. Adam biraz nəsə başladı, bir 3 cümlə dedi, sonra dedi nə bilim that sucks, nə bilim nə. O bu söyüşün biri bir qəpik. Deyirəm, bu nə danışır? Belə nə bilim 500 nəfərlik cəmaət yığılıb gəlib buna qulaq asmağa. Bu söyüşün biri bir qəpik. Təzədən belə o şoku yaşadım mən də. O bariyeri orada açdın. Hə, o bariyeri orada açdım. Sonra qutardı, mən oradan qalan şeyləri öyrəndim. Sonra günün axırında deyirəm ki, 3 saat necə keçdi mən bilmədim. Yəni o diqqət orada idi da. Mən ona görə ondan sonra bunu bilərəkdən filmə baxırsan kimi hiss edirsən. Robert De Niro filmlərinə bilə baxırsan. Eynən də maraqlı gəlirsən, yəni orada fikrin orada olur. İndi əgər mən content creator'amsa, mənim məqsədim nədir? Bu attention economy-dir də, yəni diqqət önəmlidir. Mən diqqəti saxlamalıyamsa, mən əgər orada bir dənə artıq söz işlədəcəm, kimsə onun beynində siqnal yaradacaq, o ona axıracan qulaq asacaqsa, deməli bu yaxşı alətdir. Mən onu istifadə edirəm. Amma məsələ nədir? O adamlar deyir ki, bu Toğruldan xoşum gəlmir ona görə ki, nə çikli danışır, nə xarici söz işlədir, söyüş söyür və s. Amma baxır da Toğrula. Toğrulu bilir də, həyat tərzindən ki, səhnə arxadakı ilə səhnə önündəki tərzin nə idi?